بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين أحمده وأستعينه وأستغفره وأتوكل عليه وأصلي وأسلم على حبيبه الرسول العظيم سيدنا محمد المصطفى اللهم صل على محمد وآله الطاهرين سيما علي أمير المؤمنين وحبيبته الزهراء المرضية والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي الجواد وعلي بن محمد الهادي وحسن بن علي الزكي العسكري والحجة بن الحسن القائم المهدي صل على محمد محمد صلوات الله عليهم ecmaîn. Usikum və nəfsi bitəqvallah. İlk öncə özümü və əziz qardaşları Allah Taala'nın, peyğəmbərlərin, məsumların çox tövsiyə elədiyi, çox sifariş elədiyi və insan üçün bu dünyada ən lazım olan və qiyamətdə ən çox dərdinə dəyəcək ilahi təqvaya dəvət edirəm. Əli əleyhissalam təqvalıları vəsf elədiyi bir xütbədə onların gecə yaşayışını vəsf eləyəndən sonra onlar gecədən kömək alırlar. Gündüz düz yaşamaları üçün gecədən kömək alırlar. Və gündüz onlar səbirli alimdilər, dözümlü alimdilər o təqvalılar. Yəni bildiklərinə əməl eləyən dözümlü, səbirli, helimli insanlardır. Onların bir xüsusiyyəti də budur. La yardawna min a'malihimul qalil və la yastəksirunal kəsir. Onlar öz az əməllərindən şad olmurlar. Yəni mənası budur ki, azla qane olmurlar. Elə hey istəyirlər ki, yaxşı əməllərini çoxaltsınlar. Və la yastəksirunal kəsir. Öz çox əməllərini də çox saymırlar. Etdikləri o çox əməlləri də qürurlanmırlar o çox əməllərindən. Onu da az sayırlar. Təqvalıların xüsusiyyəti budur. Az əməllərinə şad deyirlər və o etdikləri əməllər hətta çox olsa belə onu çox hesab eləmirlər. Fəhum li ənfusihim muttahimun və min əmalihim müşfiqun. Onlar həmişə öz nəfslərini ittiham edirlər. Daim özlərini danlamaqla keçirdirlər. Öz mənfi xüsusiyyətlərini gözlərinin qabağına gətirirlər və müxtəlif şəraitlərdə hər hansı bir səhvə yol veriblərsə daim özlərini danlayırlar və belə bir danlaq halda keçirdirlər və öz əməllərindən də qorxu içindədirlər. Allah inşallah bizləri də təqvalılardan qərar versin inşallah. Biz qabaqçı xütbələrdə düşmən nüfuzundan danışırdıq. Düşmən qeyd elədik ki, Allahla, Allahın əmrlərinlə mübarizə aparan zümrələrdir, fərdlərdir, dövlətlərdir. Allahın müqabilində dayanıb onunla mübarizə aparanlardır. Və dedik, düşməndən insan qafil olmamalıdır. Onların hiylələri var, nüfuzları var. Amma belə düşünməməliyik ki, bizə sirayət eləmir. Yaxamızı kənara çəkməməliyik. Az çox bizim də həyatımızda görüşür, düşmən evlərimizə kimi daxil olubdur. Məsələn, danışdığımız mövzulardan biri iqtisadi böhran yaratmaqdır. Düşmən əlindən gələni eləyir ki, iqtisadi böhran yaratsın, cəmiyyəti, insanları o aşağı həddə saxlasın və onları uca hədəflərdən uzaqlaşdırsın. Bunun üçün gördüyü işlərdən biri kreditdir. Bəzən biz lazımsız yerə özümüzü kreditlərə salırıq. O qədər
əhəmiyyəti olmayan, mənim o zəruri hallardan işim yoxdur. Bəzən insan məcbur olar, onunla işim yoxdur. Bəzən o həddə zərurəti yoxdur, özümü salıram bu kreditlərə, düşmənin alətinə çevrilirəm və gecə gündüzüm mənim ancaq işləyib bu həmin kreditləri fikirləşmək, kreditləri verməklə bir dinimə yetişə bilirəm, nə digər məsələlərə, bir elmə vaxt ayıra bilirəm, Qurana vaxt ayıra bilirəm. Düşmən məni bu formada, bir sirayət eləməsi bu formadadır. Yenə təkrar edirəm, o zəruri hallar istisnadır. Mən əgər imkanım varsa gərək bu kimi məsələlərdə insan qane ola. Hazırki vəziyyəti nədir? Ondan kifayətlənə, qane ola və özünü xüsusilə belə formada kreditlər ki, bu dəqiqə adam eşidir cəmiyyətlərdə ev yıxır təqribən bu məsələlər. Düşmənin işidir. Yəni bu həmin sələmin ki, Allahla müharibədir, cəmiyyətdə o iqtisadi vəziyyəti sökürdən alimdir, onun başqa bir formasıdır. Lambard çıxardırlar, digər şeylər, adları dəyişir, mahiyyət eyni. Digər bir məsələ budur ki, öz mədəniyyətlərini yayır. Düşmənin nüfuzu budur ki, öz mədəniyyətini yaysın. O qədər təbliğ aparır bu mədəniyyəti və onun içində olan o bəzi mesajları ötürmək üçün. Bunlardan biri yeni il məsələsidir. Baxın, o qədər yeni il məsələsini təbliğ eləyir bütün dünyada, müsəlman cəmiyyəti də sanki bir əsas bayramına çevrilibdir bu bayram. Mənim işim yoxdur, şərii məsələsində deyəcəm, bu məsələdə ifrata da varılır və düşmənin o nüfuzundan da qəflət olunur. Çalışacağım bunları cəm edin. Baxın, bayram ümumi olaraq istənilən bayram, əgər orada günah yerinə yetirilməsə, İslamın dəyərlərindən bir ziddiyyət olması onun problemi yoxdur. Bu bir məsələ. Və bu yüzdəndir ki, Həzrəti Əmir əleyhissalamdan nəql olunan mübarək hədisdə vurğulanır ki, o gün ki, günahsız keçir insan üçün, o həmin gün insana bayramdır. Əsl bayram budur. İnsan bundan şad olmalıdır. Belə bayram üçün çalışmalıdır. Hər bir halda, baxın, bayramda əgər günah qatqısı olmasa, bunun problemi yoxdur. Şərii baxımdan da alimlərimiz, müştəhidlərimiz, mərci təqlidlərimiz buyurublar ki, əgər yeni il qərb mədəniyyətinin təbliği hesab olunmasa, onun problemi yoxdur. Keçirtməyin problemi yoxdur. Yəni, dinimiz bir dənə dinamik dindir. Qiyamətə kimi davam edəcək dindir. Bəzi şeylər meyarlar əsasında dinimizdə bəyan olunur. Ki, onun şəraiti bu 10 illikdə bir şərait ola bilər, hökmü dəyişə bilər, növbəti 10 illikdə fərqli. Məraci təqlidlərimiz buraxıblar bunu hörmətli müqəllidlərin öz öhdəsinə. Əgər bu bayramı qərb mədəniyyətinin təbliği bilsən, onu keçirtməyin sənin icazəli deyil. Amma qərb təbliğinin mədəniyyəti bilməsən, bir il dəyişməsi kimi baxsan, bu zaman onun problemi yoxdur. Mən bu şərii məsələdən keçib, bu mövzumla əlaqəli bir şeyə işarə eləmək istəyirəm. Amma bu şərii cəhətdən yanaşı adam öz-özünə sual verər ki, mən doğrudan mənim üçün Allahın o ən böyük bayramı olan Qədirxum daha dəyərlidir ki, Allah Teala bunu ən böyük bayram adlandırır. Eydullahil Əkbər. Allahın o böyük bayramı və səbəbləri də var, yersiz deyil. Yəni, bu böyük bayram adlandırılması. Bəşərin bütün problemləri bu məsələdən uzaqlıqdır. Görün, düşmən o qədər təbliğ eləyib, öz istədiyini bir bayram kimi, bizdə də bayram var da, düşmən bunu başa düşüb, başlayıb bunu kəmrəng eləyib, öz
bayramını yaymağa ki, insanları bu bu havadan, bu dəyərdən uzaqlaşdırsınlar. Bu bayramlarla mübarizə aparır. Yəni bir dənə gül nədir? Həzrəti Zəhra salamü əleyhanın mövludu günü. Gül paylayır, cavanlar Peyğəmbərin qızı, müsəlmanların yekdil dəyəri olan Peyğəmbərin yeganə qızının təvəllüdüdür, mövlududur, gül paylayır, buna görə tuturlar. Amma Yəhudi bayramları keçirilməsi azaddır. Mühafizə olunur bayramın başlanından axırına kimi, Halloween kimi sərsəm bayramların keçirilməsi uşaqların ki, psixologiyasına çox mənfi təsirlər var. Bunlar icazəlidir, amma Qədirxum kimi bayramlar keçirmək cinayətdir. Peyğəmbərin qızının mövludu günü bir gül paylamaq cinayətdir. Bunlar hamısı düşmənin nüfuzudur. Bu mədəniyyətləri kəmrəng eləyir, öz mədəniyyətlərini şişirtsinlər bütün dünyada. Baxın, yeni il bir dəqiqə dünyaya baxın, görün necə yayılıbdır. Bunların hamısı düşmənin işidir. Bunu qeyd edirdim ki, elə bilməyək ki, biz bu nüfuzlardan amandayıq. Əgər mən də ailəmdə, özümdə bunlara maraq göstərirəmsə, əlbəttə, yenə qeyd edirəm, ifrati düşüncələrdən, fikirlərdən uzaq olmalıyıq. Əgər bu bayramın içində silə-i rəhm varsa, digər İslami dəyərlər varsa, eybi yoxdur bunları qeyd eləmək. Amma özümə sual verim ki, doğrudan mənim meylim bu bayrama daha çoxdur, yoxsa ilahi bayramlara, Allahın. Əgər görsəm ki, mən bu bayram daha çox, biləm ki, düşmənin nüfuzuna mən də məruz qalmışam. Evlərimizə kimi nüfuz eləyirin mənası budur. Digər məsələ əxlaqsızlıq və fəsadı yaymaq düşmənin işidir. Televiziyalarımızı, evladlarımızı sosial şəbəkələrdən, telefonlardan uzaq saxlamalıyıq. Əgər bunlara diqqət eləmiriksə, o televiziyada o düşmən işi budur, əxlaqsızlığı yaysın. Mən əgər bundan qorumuramsa, deməli, düşmən nüfuzu daxil olubdur evlərimizə. Şübhələr salır. Baxın, bunun müqabilində dinimiz bayaq birinci xütbədə də qeyd elədik. Həya və iffəti Həzrət xanımlar üçün Allahdan istəyir ki, ilahi xanımlarımıza həya və iffət lütf elə. Düşmən bunun əksi üçün çalışır ki, əxlaqsızlığı yaysın. Və bunun kənarında həya, iffətə riayət eləmək istəyən xanımları zindana salır. Müxtəlif şübhələr yaradır. Məsələn, hicablı filan iş gördü. Yəni, çox məntiqsiz bəzən şübhələr yayır, bəzi müsəlmanlar da təəssüflər olsun buna məruz qalırlar. Baxın, biz İslamın müdafiəçisiyik, İslam idealdır. Bəzi müsəlmanlar ola bilər ki, bu məsələlərə riayət eləməsin. Bayaq mən işarə elədim, baxın, Həzrət demir, hicab nəsib elə. Hicab iffətin bir növüdür. İffətə yaxınlaşdırandır, Allahın əmridir, vacibdir, bütün xanımlar riayət eləsin. Amma iffət üçün, həya üçün hicab kifayət deyil. Hicabın kənarı, hicab əgər qalxandırsa, naməhrəm qarşısında məni qoruyursa, bəli, o hicabdır, iffətin bir. Əgər hicab əksinə cəlbedicilik yaradır, mən hicabı taxmışdım ki, məhdudiyyət yaradım naməhrəmə qarşı. Sərhəd qoyum ki, mən sənə icazə vermirəm, mənə baxasan. Əksinə, əgər mən cəzbedicilik yaradıram və naməhrəmin diqqətini cəlb eləmsə, bu Allah istəyən, Həzrəti İmam Zaman salamun aleyh istəyən hicab deyil, həyalı olmaq deyil. Hər bir halda, baxın, hicabı misal çəkirək, düşmənin şübhələrindən biri budur. Hicab taxan filan kəs belə bir iş gördü. Bir balaca fikirləşməklə, baxın, o qədər bu məsələlər həyatımızda baş verir. Bir müəllimdir, müəllim çox şərəfli işdir, çox dəyərli bir işdir.
əsas strukturlardandır cəmiyyətdə. İndi tapılır bir neçə dənə müəllim ki, o şərəfini satır, elmi, məsələn, pulla və yaxud o ləyaqətli öz peşəsindən istifadə eləmir. Belə bir neçəsi tapılır, biz deyək ki, bunlara baxıb bütün müəllimlər belədir. Bu çox məntiqsiz yanaşmadır. Hicab barədə, dindarlar barədə də belədir. Allah Taala Həzrəti Peyğəmbəri nümunə qərar veribdir ümmət üçün. Ona baxmalısan, o idealdır. Həzrəti Zəhra salamü əleyha nümunədir, ona baxmalıyıq. Əgər sən bəhanə etmək istəsənsə, yüzlərlə bəhanə var, onlardan biri də budur. Sən hansısa bir hicablını, dindarı görüb, dinə yaxınlaşmısan, dindən uzaqlaşsansa, əlində bəhanə axtarsan, onlardan biri budur. Amma bu çox məntiqsiz yanaşmadır. Düşmənin yəni işləri budur. Biz bunların müqabilində əgər bu kimi iradları eləyirlər, biz onu təsdiqləyirik və yaxud cavab vermiriksə, deməli düşmən nüfuzuna məruz qalmışıq cəmiyyətlərdə. Sözümün canı ikinci xütbədə budur. Elə bilməyək ki, düşmən nüfuzundan biz amandayıq. Düşmən müxtəlif hilələrini eləyir. Hər bir tip şəxslər üçün özünə uyğun nüfuzu var. Düşməni düşmən bilməli, onun nüfuzlarını ciddi tutmalıyıq və bacardığımız qədər özümüzü, ailəmizi, yaxınları kömək eləməliyik ki, bu düşmən hilələrinə məruz qalmasınlar. Xütbənin sonunda əziz, iffətli, həya və iffət sahibi olan xanımlar ki, zindana məruz qalıblar, tutulublar, zülm olunur onlara. Ayətullah Cəfər Subhani, Allah hifz eləsin, böyük mərci təqlidlərimizdəndir. Onlar barəsində bir bəyanat verib, qısa olaraq ona işarə eləmək istəyirəm. Birinci, bu böyük mərcə təqlidi buyurur ki, Azərbaycanda bizim baş verənlərdən məlumatımız var və bir neçə xanım İmam Hüseyin əleyhissalam ehsanı verdikləri üçün və Fələstin xalqını dəstəklədikləri üçün və sonda da qeyd eləyir ki, bu bir dənə müsəlmanların, çoxsaylı müsəlmanların əziyyət çəkdiyi bir dərdə həmdərd olmaqdır. Bu siyasi bir motiv deyil. Fələstindir, körpələr qırılır. O qədər videolara insan baxa bilmir, nə əziyyətlərə məruz qalıblar. Onlarla həmdərd olmaqdır. Hələ bunun siyasi bir tərəfi yoxdur. Bu xanımlar ilk olaraq bu İmam Hüseyin məclisi qurduqları yerdə ən azından o 3 nəfər o məclisdə iştirak elədikləri, o ehsan süfrəsi verdikləri anda həbs olunublar. Və Fələstin xalqını dəstəkləmək məqsədi ilə bunlar həbs olunur. Və bəziləri də aclıq aksiyasına başlayıblar. Bu hörmətli mərcə ilk olaraq bu hörmətli xanımlardan xahiş edir ki, bu aclıq aksiyasını dayandırsınlar. İndi müxtəlif yollarla bu dəyərli xanımlara Həzrətin sözü çatsa mütləq böyük mərci təqlidimizə, dinimizə ehtiram olaraq qulaq assınlar və bu onların bu cihadi hərəkətlərinə bir bərəkət verən amil olacaqdır. Xatırladıram ki, o Həzrət buyurur, Cəfər Subhani buyurur, xatırladıram ki, siz xanımların insani və İslami hərəkətiniz vicdanınızın oyanmasından xəbər verir. Siz doğru yol və işi seçmisiniz və heç vaxt aclıq aksiyasına əl atıb onun nəticələrini çəkməklə dostları narahat və düşmənləri şad etməyin. Və sonda Cəfər Subhani, Allah hifz eləsin, məsullardan ehtiramla xahiş eləyir ki, bu hörmətli xanımlara qarşı vicdani və əxlaqi vəzifələrini yerinə yetirsinlər və onları tezliklə azad etsinlər. Biz də Novosibirsk möminləri adından, burada cümə iştirakçıları adından
Azərbaycan dövlətindən tələb edirik ki, heç bir günahı olmayan, sadəcə ehsan verməklə günahsız tutulan bu xanımları tezliklə azad eləsinlər. Bir Azərbaycan vətəndaşı kimi bu hamımızı narahat edir. Düzdür, bizim qohumumuz olmasa da, qonşumuz olmasa da bu hər birimizin başına gələcək bir şeydir. Biz İslam dininin tərəfdarları olaraq bütün dünyada, dünyanın istənilən bir yerində zülmə məruz qalırsa buna haqq səsimizi çıxardacaq və Quranın eyni ilə əmrinə itaət etmiş olacaq ki, nə zülm eləməyin, müsəlmanlardan heç kimə zülm olunmaz, İslam dinini düz yaşayanlar heç kəsə zülm eləməz. Bununla yanaşı zülmə də dinimiz əmr eləyir ki, boyun əyməyin. Ümid edirik, İnşallah tezliklə Allah Taala bu xanımlara və digər haqsız yerə tutulan qardaşlara izzətlə azadlıq nəsib eləyər. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven əhəd. Sadaqallahul aliyyul azim. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.